Herkese salam. Bugün nəticələr elan olundu. Hal-hazırda 5 dəqiqə əvvəl elan olundu və mən birinci şansda olduğu kimi nəticəni, nəticəyə baxanda video çəkməyə qərar verdim. Baxaq. Öncəliklə deməli 77-27-yə göndərmək lazımdır. Mesajlar orada. Əvvəldən hədəfimi deyim. Axırıncı video çəkəndə qeyd etmişdim ki, 680 olma şansı var. Ola bilər, olmaya da bilər. 679-da erişib qala da bilər. İndi birincisi 673 idi. Deməli 295.4 nə qədər lazımdır mənə? 384.6. 384.6 yazılsa burada. Uşaqlar yazırlar ki, neçə baldır? Nəysə baxım. Nəysə. Hara yazırdılar? Dayanında bir dəqiqə. 77 mesaj necə göndərdilər buradan? Hə, tapdım. 77-27. Şifrəni yazaq. Deməli deyir ki, öyrənmək üçün kodunu baxmaq var. 180 247 247 4. İndi bunu təsdiqləyəndə gələcək, yəqin ki, göndərim. Axırda tamaşaçılar yenə əyləşiblər. Və neçə lazımdır? 384.6 lazımdır. Göndərdim. Birinci siz baxın, gəldi mi? Hələ gəlməyib, gözləyirəm. 17.30. Hələ gəlməyib. Mesaj məndən çıxıb amma. İlk səhv göndərmişəm. 247 4, o düzdür. İndi gələcək. Gəldi. 387.1 var. 387. Bal görünür mü kameradan bilmirəm. Bir dəqiqə gözlə. Bir ümumi balı hesablayayım, sonra mı qucaqlayarsınız? Görünür kamerada, bilmirəm, kamerada görünür. Bal. 387. Bal görünür kamerada. Müəllimlər soruşdu. 387 bir dəqiqə 683 olur deyəsən, 82 bir dəqiqə. Bir dəqiqə nə qədər 378.1 idi, 387.1 olub. Yəni 9 bal qaldırmışam. Olur 682.5 deyəsən. Bir dəqiqə hesablayım. 387.1 387.1 üstə gəl 295.4 682,5 682,5. Bununla da təhsil karyerama 682.5 balla sonlandırıram. Nə qədər? Yəni 682.5. 682. Bəli. 5. Təbrik edirəm oğlum. Təşəkkür edirəm. Uğurların bol olsun. Qəşəng bal veriblər. Bir dənə də şeyə də bir dənə baxım mən. Qapını bağlı olur. Vərəqimin şəklinə baxım, informatika suallarına qəşəng bal veriblər bir dəfə. İstifadəçi adı, şəxsiyyəti yazım. Vərəqimin şəklinə baxmaq istəyirəm, ona da baxım sonra. Bir də baxım, bir dəqiqə video gedir, pozmuyor. Şeyə baxmaq istəyirəm. İnformatik sualını necə bal veriblər, qəşəng veriblər ki, bu qədər oldu. Bəxtimdən hər şey ilişib. Deməli 12-7 tam keçmiş imtahan nəticəsi. Deməli riyaziyyat maksimum, fizika maksimum, informatika isə 87.1 və bir açıq sualıma tam bal veriblər, birinə yarım bal. Belə qəşəng, bunu da belə göstəreyim, düşürsə əgər. Belə. Ümumi balım isə 387.1 bal. Fizika, riyaziyyat ikisi maksimum 150-150, informatika isə 87.1 bal qalxma oldu yəni. Videomu təşəkkür edirəm. Gəlsən. Sağ olun. Sağ olun, sağ olun. Bu qədər videomuz bitdi və bununla da 9 bal qaldırdım, heç gözləmirdim gedəndə.
682.5 bal. Belə. Aferin. 682 ilə bu deməkdir ki, informasiya təhlükəsizliyinə iddialana bilərəm. Keçən çünki banımda 681 idi deyəsən. Elə. 682.5. İndi videonu bağlayım, bir status paylaşım, müəllimlərə deyim neçə bal oldusa. Sağ olun, ümid edirəm ki, sizin üçün də nəticələr uğurlu olmuşdur. İndi artıq yavaş-yavaş bütün videolar çəkməyə başlayacağım. Bu fənlərdən necə bu qədər bal qazandım və s. Hər şeyə görə sağ olun.